Yol deyir, sanki bataqlıqdır. Qubalılar Alıcdigah yolunun bərpasını gözləyirlər. Quba rayonunun dağ kəndlərini aparan Alıcdigah yolu illərdir bərbad vəziyyətdədir. Sakinlər deyirlər ki, hər yağış yağandan sonra yol gölməçələrlə dolu olur. Avtomobillər ilişib qalır. Piyadaların isə hərəkəti palçığa görə mümkünsüz olur. Yuxarı Digah kənd sakinləri Şimal Newsə bildiriblər ki, bu vəziyyət həm yerli əhali, həm də turistlər üçün ciddi problemlər çevirir. Buna yol deməyə utanırıq. Hər dəfə yağış yağanda maşınlar palçıqda batır. Qonaq çağıranda heç kim gəlmək istəmir. Uşaqlar məktəbə gedəndə üst başları palçıq olur. Bu istiqamətdə yerləşən Ərməki, Alıc, Yuxarı Digah kəndləri Qubanın ən füsunkar təbiətə malik ərazilərindən biridir. Lakin yolun vəziyyəti səbəbindən bu kəndlər turizm və ekskursiya marşrutlarından kənarda qalır. Məhsullarını bazara daşımaqda çətinlik çəkən fermerlər bildirirlər ki, bu problem təkcə turizm yox, kənd təsərrüfatı üçün də ciddi əngəldir. Pomidoru, kartofu yığıb bazara aparmaq mümkün deyil. Ya maşın xarab olur, ya da məhsul yolda batır, deyə sakinlərdən biri bildirib. Turizm eksperti Eynullah Xeyrulayev hesab edir ki, bu vəziyyət yalnız yerli icmanın deyil, bütün regionun sosial-iqtisadi inkişafına mane olur. Yolun təmiri bu kəndlərin həyatını dəyişə bilər. Dövlət və özəl sektorun əməkdaşlığı ilə bu istiqamətdə infrastruktur layihələrinin həyata keçirilməsi vacibdir. Rəsmi mövqeyə gəldikdə isə Avtomobil Yolları Dövlət Agentliyinin 9 saylı yol istismar idarəsindən bir il öncə bildirilib ki, Ərməki, Alıc, Yuxarı Digah kəndlərini birləşdirən yol əsaslı təmir üçün nəzarətə götürülüb və yaxın zamanda işlərə başlanılacaq. Görülür, həmin zaman hələ də yetişməyib.